Canım bibimlə biz bugün gəlmişik istirahətə. Payızın sonuncu ayıdır. Noyabrın bugün neçəsidir? 27'si. Noyabrın 27'si. Bəli. 2023-cü il Nohur göldəyik. Qəbələdə yerləşən Nohur göl. 23-cü il değil, 22-ci il. 2022. 23 girecek bir aydan sonra. Bəli. Canım bibim özün necə hiss edirsən? Buyur. Bugünkü təəssüratlarını denən. Yalandan demə. Amma yalan ne diyorum ki? Yəni bizim böyle güller de düşünürüm. hansı güllər? Hanımefendi de buyur. Aslanlı. Aslansız ya, aslanlı yox. Buyur bibican, buyur. Özün nə düşünürsən bugünkü? Mən Poladovuzluya. Qəşəng günləri evimdə çıxmışam. İkili qızlarımın da ola biraz gəzintilədim. Bəli. İstirahətə çıxmışıq. Qardaşım qızı mənim yanımdakı Fərmə xanım. Fərmə müəllimə. Müəlliməsiz Fərmə yox. Burada müəllimə yoxdur. Bu da müəllimə yoxdur. Burası mən deyirəm də. Denən canım benim. Yaxşı istirahət edirəm. Elə dur ki, üzünə gün düşməsin. Elə dur. Gün düşmür, gün yaxşı. düşür valla bax. Onda mənim üzümə gün düşür. Buyur. Nə yaxşı. Əgər mən intervyumu götürsənsəm. Yo. Sən bugünkü gün haqqında fikirlərini bildirməlisən. Fikrim budur ki, hələ gün indi başlayır. Hələ indi gün ortaya yaxınlaşır, yaxşıdır. Mənim əhval-ruhiyyəm həm yaxşıdır, hələ keçir. Çünki yemək yaxşı yeyib, ona görə əhval-ruhiyyəsi yaxşı. Yaxşı yeyib, zavtırkımızı, səhər yeməmizi yaxşı yemişik, içmişik. Söhbət yeməkdən getmir, söhbət xoş xasiyyət şeylərdən gedir. Təəssüratlardan gedir ki, yaxşı keçdi. Deyirik, gülürük. Bundan sonra yolculuğumuz haradır bilirsən? Onu yox, bilməm. Yox, niyə ki? Qəbələdən sonra Şəki, sonra Şəki Xan Sarayını görmək istəyirəm, görmək. Görmüşəm mən bir də, həm də gedib görəcəm. Sonra da Oğuza gedəcəyik. Amma Oğuzu da görmüşəm. Şəkini görmüşük, indi görək. Qəbələ gəlmişdim, amma buralarını görməmişdim. Lap yaxşı oldu, sevinirəm. Mən ilk dəfədir ki, payız vaxtında bu turuna çıxıram, gəzintilərə. Bəli. Belə, yay fəslində çıxırdıq. İndi bu birinci dəfədir ki, biz Nohur göldə birinci dəfədə olursun. Birinci Nohur göldə birinci dəfədə olur. Həm də ki, payız fəslində birinci dəfədə çıxıram mən. Həm də yay fəslində çıxmışam. Payız fəslində çıxmağımız da bizə xoş oldu. Ondan sonra çox şad oldum. Dodağı ucunda öpbə. İşte, ay sağ ol. Aldatdı. Payızın qızıl yarpağı. Ay sağ ol.